Hər vaxtınız xeyir olsun. Daha bir imtahan səviyyəli suallarla tanış olağın. Deməli, belə bir sual var burada. Verilən bir ifadənin qiymətini ikili say sistemində yazılarsa sıfır rəqəmlərinin sayını müəyyən eləyin. Yəni, verilən bu ifadəni biz ikili say sistemində göstərməliyik ki, oradakı sıfır rəqəmlərini tapa bilək. Bunun üçün də 2-nin qüvvəti ilə yazarıq. 16 2 üstü 4 üstü 8 kimi. Elə bunu gəlin bütöv açılışın birbaşa yazaq. Deməli, bu eləyir 2 üstü 4 üstü 8. 8-i də 4-ə vuranda 2 üstü 32 eləyir. Üstə gəlinsin 2 üstü 20. Üstə gəl 12-ni də belə yazarıq ki, 8 ilə 4-ün cəmi kimi yazarıq da. 8 eləyir 2 üstü 3, 4 eləyir 2 üstü 2. Və bu nə deməkdir? Bu açıq yazılış formasıdır artıq. Yəni ikili say sisteminə, onluq say sisteminə keçid qaydasıdır. 32-ci indeksdə 1 var. 31-ci indeks yoxdur. 30 yoxdur. 29, 28, 27, 26, 25, 24, 23, 22, 21, 20-ci indeks var. 20-dən sonra 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5, 4, 3-cü indeks var, 2-ci indeks var, 1-ci indeks yoxdur, 0-cı indeks yoxdur. Bunu özüm belə açıq yazdım ki, buradakı sıfırları aydın görə biləsiniz deyə. Və sıfırları sayırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 24, 26, 27, 28, 29 dənə sıfır var burada. Və yaxud buna bu formada da baxa bilərik. 32-ci indeks var. 32-dən sonra 31, 30, 29, ta ki 20-yə qədər sıfırlar olacaq. Bəs yaxşı, burada neçə sıfır olur? 31-dən 20-yə qədər saysaq, 11 dənə sıfır burada olur. 20 özü var deyə 1 sayılır. 20-dən sonra 19 gəlir də. 19-dan da 3-ə qədər, 3 daxil olmamaqla. Neçə dənə sıfır olur? Burada da olur 16 dənə sıfır. 16 dənə sıfır da burada olur. Və gəlir 3-cü indeks var, 2-ci indeks var. 1-ci indeks yoxdur, 0-cı indeks yoxdur. 2 dənə də sıfır burada olur. Buradan da bunları toplasaq 16, 17, 18, bu da 19, 29 dənə üzr istəyirəm. 26, 27, o da 2. 29 dənə sıfırımız olur. Baxın 83-cü tapşırığa bu tiplərə necə baxarıq? Bunu da yenə ikili say sisteminə keçirmək lazımdır və burada olan bir rəqəmlərinin sayını istəyir burada. Deməli, yenə 4-ü yazarıq 2 üstü 2 kimi, üstü də 2020-dir. Bunu da elə birbaşa vursaq, 2020-ni vursaq 2-yə, buradan elə alarıq da biz 4040. Bir də birbaşa onu yazağım. 2 üstü 4040, üstə gəl 2 üstü 17, 2 üstü 2017, üstə gəl 15-i də xırdalayıb da yaza bilərik, sonradan da keçirə bilərik ikili say sisteminə. Xırdalasaq belə eləyə bilərik bunu. Deməli, 8 kimi götürərik əvvəl, 2 üstü 3 kimi. Daha sonra 8 çıxsaq 15-dən 7 qalır. 7-ni də 4 kimi götürə bilərik, 2 üstü 2 kimi. 3-ü də yaza bilərik ki, 2 üstü 1 kimi. 1 qalır. 1-i də 2 üstü 0 kimi yazarıq bu qaydada. Və indi gəlin baxaq bir rəqəmlərin neçə ədədləridir. Deməli, 4000, bunun özlərini saysaq bir rəqəmlərini saya bilərik də. 4040-cı indeks var. Daha sonra 4040-dan 2012-yə qədər yoxdur, onlar 0 gedəcək. Gəlir 2012-ci indeks var. Yenə sıfırlar gedəcək. 3-cü indeks gələcək var. 2-ci indeks, 1-ci indeks, 0-cı indeks. Beləliklə 2, 4, 5, 6 dənə birimiz olacaq. Yerdə qalanlar da sıfırdır.
Daha sonra 92 tiplilərinə baxalım. Verilmiş bu ədədi onluq say sistemində göstərildi. Bu zaman onluq say sisteminə keçirmə qaydası olan üstlərini nömrələyirik. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu da olur nə? 1 vurulsun 2 üstü 9. Yəni 9-cu indeks var. 1-dir. Yerdə qalanlar 0-dır. Eləyir 512. Daha sonra bu tiplərə baxalım. 141 ədədinin ikilik yazılışında sıfır rəqəmləri neçə dənədir? Bunu tapmaq üçün 141-i ikilik say sisteminə çevirmək lazımdır. Siz bunu bölə-bölə də keçirə bilərsiniz. Yəni adi formada 141-i hər dəfə 2-yə bölərək. Amma mən deyərdim ki, bunu qüvvətlərlə yazmağımız daha rahat olar bizə. 141-i məsəl üçün belə yazaq da 2-nin qüvvətlərini yazaq. 2 üstü 1, 2 üstü 0-dan başlayaq. 2 üstü 0 bizə 1 verir. 2 üstü 1 bizə 2 verir. 2 üstü 2 4 verir. 2 üstü 3 8 verir. 2 üstü 4 16-nı verir bizə. 2 üstü 5 32-ni verir. 2 üstü 6 64-ü verir. 2 üstü 7 128-i verir. 2 üstü 8 isə 256 eləyir. Bu daha böyükdür. Ona görə bundan istifadə eləməyəcəyik. Burada 141 daha kiçik ədəddir. Mən ən böyük birinci 2 üstü 7 var burada. 2 üstü 7-dən istifadə eləyərəm. 2 üstü 7-dən istifadə eləsəm 2 üstü 7-miz 128 eləyir. Bunun üçün də 141-dən çıxacaq 128-i. Əlimizdə qalacaq, deyək burada 13 qalır da əlimizdə. İndi 13-ü 2 üstü ilə necə göstərə bilərəm? Artıq 60-dır, 2 üstü 6-dır, 64-dür. Bu mənə əl verməz. 2 üstü 5-dir, böyük ədəddir. 2 üstü 4-dür, böyük ədəddir. 2 üstü 3 kimi qeyd edə bilərik bunu. 200, yəni üstə gəl bir dənə də 2 üstü 3 olacaq. 2 üstü 3 kimi. Bundan da 13-dən də çıxsaq 8-i eləyir 5. İndi 5 üçün axtaraq. 5-in qüvvəti də ki, 2 üstü elə 2 kimi götürə bilərik. Yəni üstünə bir dənə də 2 üstü 2 gəlsək, 5-dən 4 çıxanda qalır 1. 1-i necə yaza bilərik? 1-i də 2 üstü 0 kimi yaza bilərik. Və qüvvətlərə baxıram. 7-ci indeks var, 6-cı indeks yoxdur, 5 yoxdur, 4 yoxdur, 3 var, 2 var, 1 yoxdur, 0 var. Və bizdən nə istəyir? Sıfırların sayını istəyir deyə 3 deyirik ki, burada 4 dənə 0 var. Növbəti bu tiplərə baxalım. Burada fikir versəz, fərqli-fərqli say sistemlərində verilib və bunlar arasında şərti ödəyən qiymətləri istəyir. Onluq say sistemində istəyir amma bu qiymətləri. Ona görə mən bu yazılışı birbaşa onluğa keçirərəm. Onluğa keçirmək üçün üstlər nömrələnir. 0, 1. Olacaq burada 2 vur 8, üstə gəl 3. 2 vur 8 eləyir 16. 16-nın da üstünə 3, 19. Yəni birinci ədədimiz 19-dur. 19-dan kiçik olmalıdır qız. İkinci ədədimizdə 0, 1 ilə nömrələyərik. Burada olacaq 4 vurulsun 16. Üstünə 2 gələrik. Bu da 66 eləyəcək bizə. Deməli 66 66-dan kiçik. Deyir hansı qiymətlər var? Həmən qiymətləri tapmaq üçün də 66-dan kiçik, 19-dan böyük qiymətlər. Belə eləyək də bunu 66-dan çıxarıq 19. 47 dənə qiymət taparıq burada. Amma ki 66 daxil deyil. Daxil olmadığı üçün elə 47 qiymət sayılır orada. Yox, əgər desəydi ki, burada bərabər bir də görürsüz suallarda düşür. Baxın aşağıdakı sualda məsəl üçün bərabər həddi var. Bərabər həddi desəydi, üstünə bir dənə də 1 gəlmək lazım idi ki, 66-nın özünün də sayısının 48 dənə ədəd olduğunu tapsın. Burada daxil olmadığı üçün 47 rəqəmini alırıq.